Dünən saat 5 radələrində Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədli Baş Prokurorun Ağır Cinayətlər İstintaq İdarəsinə çağırıblar. Qeyd edim ki, bu birinci səfərdir ki, hamısı birlikdə çağırırdı. Bundan öncə hər biri ayrı-ayrı tək çağırırlar və onlar ora gedərkən vəkillər olmamışdı. Yəni, bunlar dəfələrlə getdikləri üçün adi bir, hər dəfə vəkilləri narahat eləmirdilər. Yəni, tez-tez çağırılmaq üçün ayrı-ayrılıqda dindirirlər. Yəni, ümumilikdə bir 5 dəqiqə istintaq qrupunun rəhbəri söhbət edib və sonra başqa-başqa müstəndilər dindiriblər. Elnur Məmmədli, Bəşir Süleymanlı təxminən saat 6-7 radələrində dindirmə başa çatıb, onları buraxdılar. Anar Məmmədli qalıbdır. Dindirmə zamanı orada, bunlar içəri daxil olanda hər üçünə ittiham irəli sürüblər və hər üçünə bildirdilər ki, artıq siz təqsirləndirilən şəxsiniz və dövlət vəkili təklif ediblər orada. Bəşir Süleymanlı ilə Elnur Məmmədli buraxılıbdır, Anar Məmmədli saxlanılıbdır. Dindirmə deyiblər, davam edir və sonra Anar Məmmədlini Nəsimi rayon məhkəməsinə aparıblar. Heç kimi xəbəri olmayıbdır. Ona o dövlət vəkili təklif ediblər. Düzdür, hələ biz məlumat yoxdur bizdə ki, Anar Məmmədli o vəkildən imtina edib etməyib. O vaxtda məlumatımız yoxdur. Şöhrət adlı vəkildir. Nəsimi rayon məhkəməsi 3 aylıq həbs qəti imkan tədbiri seçibdir və Nərimanov rayon polis idarəsinə aparıblar. Mən belə bir qədər məsuliyyətlə istəyirəm bu məsələni deyim ki, son vaxtlar bizim hüquq praktikasında, cinayət hüququnda deməli, təbii ki, hüquqşünaslar bilir, analogiya tətbiq olunmur. Bizdə artıq cinayət hüququnda analogiya tətbiq edir. Sanki cinayəti gətirib uyğunlaşdırırlar, konkret əməllə yox, ona oxşadırlar və ittiham irəli sürürlər. Bax, bu təhlükə bununla bağlı bir məsələdir. Bax, məsələnin bu tərəfi var. Mən heç birinə istinad etmədən topladığım məlumatlardan deyə bilərəm ki, onları son dəfə istintaqa çağıranda həm əvvəl zəng eləyəndə də bu barədə danışıblar, sonra istintaqda da bu barədə danışılıb ki, onlar ATƏT-in Varşava ofisində seçki monitoringi üzrə koordinasiya şurasına üst seçiliblər. Ora Anar Məmmədlinin niyə Skype-la qatıldığı, niyə o iclasda iştirak etdiyi, niyə o şuraya üst seçildiyi barədə belə fikirlər deyiblər. Yəni, bütün sualları da seçki monitoringi ilə bağlı olub bu istintaq zamanı. Heç bir, mən yenə də heç birinə istinad etmirəm bunu deyərkən. Anar Məmmədlinin hazırladığı hesabatlara beynəlxalq təşkilatlar 9 oktyabr seçkilərini qiymətləndirən zaman istinad ediblər. Bugün Azərbaycan hökuməti Anar Məmmədlidən bunun qisasını alır. Ona görə də nəyi bəhanə ediblər? Şəxsən mənim üçün maraqlı deyil. Siz nə qədər intellektual, dinc, maarifçi, mübarizə tərəfdarı olsaz da, niyyətiniz bu ölkədə dəyişiklikdirsə, niyyətiniz bizim arxalandığımız bu avtoritar rejimin günün birində demokratiya ilə əvəzlənməsidirsə, sizin fəaliyyətinizdə hansı mexanizmləri seçməyiniz bizim üçün maraqlı deyil, siz hamınız təhlükəsiz rejimdir. Mənim təşrifim nədir? Onlarla bağlı mən təşrif edərdim ki, bir qurum yaransın və qurum müdafiə eləsin miting üçün. Sırf siyasi məhbus Anar Məmmədlinin müdafiəsi ilə bağlı kimlər mitingə gələcək? İqtisadi cinayətkarlıqdan, vergidən yaymadan da danışmağa dəymir. Elə ən böyük cinayətkarlar bu dövlətə rəhbərlik eləyənlərdir. Dövlət büdcəsinə 2,4 milyard manatlıq vergi borcları yaranıb. Ona görə kimi həbs ediblər ki, bu günləri kimisə hansısa bir qeydiyyatdan keçməyən təşkilatın hansı vergi öhdəliyi ola bilər ki, hansı sosial müdafiə ilə bağlı öhdəliyi ola bilər. Əgər bu hansısa bir şəxsin böyününə görədirsə, onda digər üzvlərinə görə çağırırlar. Yəni, burada bu məsələdə müzakirə açmağa ehtiyac yoxdur. Artıq daxili düşmən axtarışına deməli, meyillənib və demək olar ki, ölkənin təhlükəsizliyin müxalifəti və demokratik düşərgəni əzməkdə görürlər. Anar Məmmədlinin həbsi də bunun növbəti bir mərhələsidir və Anar Məmmədli sonuncu müstəqil seçki müşahidəçisi idi və 9 oktyabırda deməli, təşkilatının imkanları daxilində
o müşahidəni həyata keçirmişdi və o müşahidə ölkə daxilində, yəni seçkiyə qatılan siyasi qurumların öz müşahidəsindən başqa yeganə müstəqil müşahidə deməli mərkəzi idi. We've also sent to the media, and I think we'll leave it at that. We're certainly monitoring, we're certainly very concerned. Let's avoid narahat olmak. You can read our statement. Və beynəlxalq təşkilatlara da bizim müraciətimiz nədən ibarətdir? Burada bir çox səfirliklərin nümayəndələri var. Mən xüsusilə Avropa Birliyinin nümayəndələrinə müraciət edirəm. Azərbaycan Avropa Birliyinin bir hissəsi olmaq iddiasında olan bir ölkədir. Ancaq Azərbaycanda bugün vəziyyət nədir? Prezident seçkiləri baş verdi. Prezident seçkilərlə bağlı ATƏT-in rəyi ortadadır. Seçkiləri ATƏT demokratik və azad saymadır. Parlament seçkiləri ilə bağlı Avropa Məhkəməsi artıq icraata 51 iş götürüb və kommunikasiyaya başlayıb. Bu artıq qanunvericilik hakimiyyəti ilə bağlı, yəni Avropanın rəyidir və məhkəmə hakimiyyəti isə ümumiyyətlə yoxdur. Bəlkə biz müraciət edək və deyək ki, əslində məhkəmə hakimiyyətinə ehtiyac yoxdur. Bu qədər vəkillərə, bu qədər hakimlərə dövlət büdcəsindən pul ayırmağa ehtiyac yoxdur. Bəlkə biz rəsmən müraciət edək, deyək məhkəmə hakimiyyətini ləğv eləyin. Kim istəyirsiniz evdən gəlin. Kim istəyirsinizsə gəlin evdən, mən hazıram şəxsən.